Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Növbəti xəbər buraxılışı ilə qarşınızdayıq. Yenə də Ukrayna-Rusiya münaqişəsi, eyni zamanda regionda baş verən gərginlik, Birləşmiş Ştatlar, İran və İsrail arasında gərginlik davam etməkdədir. Son dəqiqə bu məlumatları sizə təqdim eləyəcəyik. İlk dəqiqələrdən hər birinizdən xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Ərakçı çağırış etdi, təcili ərazini tərk eləyin. İranın Xarici İşlər Naziri Abbas Ərakçı Birləşmiş Ştatlar hərbi qüvvələrinin İranın yaxınlığındakı bölgələrdən geri çəkilməyə çağırıb. Ərakçı bu barədə sosial şəbəkə hesabında paylaşım eləyib. O qeyd eləyib ki, regionda yerləşən xarici qüvvələr insan səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zamanı çarpaz atəş riski ilə üzləşə bilərlər. Onun fikrincə, bu risklərin minimuma endirilməsi üçün ən düzgün addım həmin qüvvələrin bölgəni tərk etmələridir. İranlı nazir həmçinin Hörmüz boğazının hüquqi statusuna da toxunub. O qeyd edib ki, boğaz beynəlxalq sular hesab edilmir və İranla Oman arasında bölünür. Ərakçı əlavə edib ki, bu ərazi Birləşmiş Ştatlar sahillərindən minlərlə kilometr uzaqda yerləşir və dəniz sərhədləri beynəlxalq hüquq baxımından aydın şəkildə müəyyən olunur. Birləşmiş Ştatlar İran gərginliyi böyüdü. Daha iki ölkənin hədəfdə olduğu bildirilir. Birləşmiş Ştatlar hərbi qüvvələri İrana zərbə endirir. İran isə qarşılığında Birləşmiş Ştatların müsəlman ölkələrindəki bazalarını hədəf alır. Euronews məlumat verir ki, Prezident Donald Trump bu hücum addımını İranın Birləşmiş Ştatlar helikopterini vurmasına cavab olaraq həyata keçirir. Eyni gün Küveyt silahlı qüvvələri hava hücumundan müdafiə sistemlərinin düşmən hava hədəflərinə atəş açdığını açıqlayıb. Hədəflərin mənşəyi barədə əlavə detallar isə açıqlanmayıb. Nəşrin məlumatına görə İran Birləşmiş Ştatların hava zərbələrinə cavab olaraq bölgədə hücumlar həyata keçirdiyini açıqlayıb. Tehran həmçinin Bəhreyn və İordaniyanın da hədəf alındığını qeyd edir. Rəsmilər Birləşmiş Ştatların helikopter insidentindən sonra endirdiyi zərbələrə cavab verəcəyini də bəyan eləyiblər. Elə bu bəyanatın arxasından da cavab veriblər. Sepah bir neçə istiqamətdə, 4 istiqamətdə konkret desək, balistik raketləri işə salıb dəyərli izləyicilərimiz. İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Küveytdəki Birləşmiş Ştatlar hərbi bazalarını hədəf alıb və daha sarsıdıcı zərbələrlə cavab verəcək. Birləşmiş Ştatların hücumlara əgər bundan sonra da davam eləyərsə deyə Sepah bu şəkildə bir təhdid də səsləndirib Birləşmiş Ştatlara. Dəyərli izləyicilərimiz, diqqətinizə çatdırım ki, Sepah Bəhreyndəki Birləşmiş Ştatlar obyektlərinə zərbə anlarını yayımlayıb. Bugün Sepaha bağlı media qurumları Bəhreyndəki Birləşmiş Ştatlar hərbi obyektlərinə yönəldiyi bildirilən hücumlarla bağlı görüntüləri yayımlayıb. Videoda raketlərin hədəflərə çatmasından bir neçə dəqiqə əvvəl qeydə alındığını bildirən kadrlar yer alıb. İran tərəfi daha əvvəl Bəhreyn, Küveyt və İordaniyadakı Birləşmiş Ştatlar hərbi obyektlərinə zərbələr endirildiyini də və zərbələrin tam da hədəfə dəydiyini açıqlamışdı. Bu arada isə İran, Türkiyə və Səudiyyə Ərəbistanı ilə regional gərginliyi müzakirə eləyib. Bugün İranın Xarici İşlər Naziri Abbas Ərakçı, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhanla ayrı-ayrılıqda telefon danışıqları aparıb. Tərəflər Birləşmiş Ştatların İranın cənub bölgəsinə hücumları ilə bağlı xəbərlərdən sonra regionda yaranmış vəziyyəti və son hadisələri müzakirə eləyiblər. Ərakçı söhbət zamanı Birləşmiş Ştatların addımlarını pisləyərək onları ölkənin suverenliyinin pozulması kimi dəyərləndirib. O, İranın özünü müdafiə hüququna malik olduğunu da diqqətə çatdırıb. Davam edirik digər son dəqiqə xəbərlərlə dəyərli izləyicilərimiz. Xəzər dənizində zəlzələ olduğu bildirilir. Belə ki, Xəzər dənizində 3,7 magnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələnin təhqiqatı bürosu məlumat yayıb.
Davam edirik. Rusiyanın itkiləri yenilənib. Belə ki, Ukrayna müharibəsinin 1568-ci günü üçün Rusiya ordusunun itkiləri haqqında məlumat yenilənib. Bu barədə məlumatı Ukrayna baş qərargahı yayıb və Rusiyanın indiyə qədər 1.377.510 hərbçisinin öldürüldüyü ilə bağlı xəbər verib. Ukraynanın baş qərargahı eyni zamanda itirilən silah-sursat, vurulan hərbi texnika ilə bağlı da rəqəmlər yenilənib. Davam edirik, dəyərli izləyicilərimiz. Deməli, ölkədə bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək. Bununla bağlı bir xəbər var. Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış, xüsusilə ahıl və yaşlı kateqoriyadan olan sürücülərin vəsiqə müddəti bitdikdə onların bu sənədi yenidən əldə edib etməyəcəyi qanunvericilikdə yuxarı yaş həddinin mövcud olub olmaması həm sürücülər, həm də onların yaxınları tərəfindən tez-tez verilən və cəmiyyətdə maraq doğuran suallardan biridir. Təcrübədə bir çox vətəndaşlar elə hesab edirlər ki, müəyyən bir yaşdan sonra sükan arxasına keçməyə hüquqi qadağa qoyulur və yaxud da ki, proses çətinləşir. Məsələnin hüquqi tərəflərini, qanunun tələblərini və tətbiq edilən əsas meyarları aydınlaşdırmaq üçün hüquqşünas Əkrəm Həsənov müsahibə verib. Qanunda yaş məhdudiyyəti varmı sualına cavabında hüquqşünas bildirib ki, sürücülük vəsiqəsinin istər ilk dəfə alınması, istərsə də müddətinin uzadılması prosesində vətəndaşlar üçün hər hansısa bir yuxarı yaş həddi və ya yaş məhdudiyyəti qoyulmayıb. Yəni, qanunvericilik yuxarı yaşda olan şəxslərin sadəcə təvəllüdünə görə sükan arxasına keçməsini qadağan etmir və onların hüquqlarını məhdudlaşdırmır. Ekspert eyni zamanda onu da vurğulayıb ki, bu məsələdə dövlətin və qanunun tələb etdiyi yeganə və ən əsas şərt sürücünün fiziki və psixoloji cəhətdən nəqliyyat vasitəsini idarə etməyə hazır olmasıdır. Həyatda bir cür, sosial şəbəkələrdə isə bir başqa. İnsanları belə davranışa nə vadar eləyir? İnsanlar sosial şəbəkələrdə özlərini müxtəlif obrazlarda təqdim eləyirlər və bunun müxtəlif səbəbləri var. Məsələn, həyatda ayrılıq və ya hər hansı çətinlik yaşayan bir insan özünü zəif və ya pis hiss etdiyini göstərməmək üçün sosial şəbəkələrdə tamamilə fərqli şəkildə özünü təqdim eləyir. Psixoloq Sevinç Həbibovanın sözlərinə görə real həyatda elə insanlar var ki, tutduqları vəzifədən və ya gördükləri işdən müəyyən mənada utanc duyduqları üçün insanlarla ünsiyyətdən qaçırlar. Bu hal təkcə sosial şəbəkələrdə müşahidə olunmur. Real həyatda da elə insanlar var ki, tutduqları vəzifədən və ya gördükləri işdən müəyyən mənada utanc duyduqları üçün insanlarla ünsiyyətdən qaçırlar. Halbuki cəmiyyətə aşılamaq lazımdır ki, hər bir peşə və hər bir vəzifə vacib və gərəklidir. İnsanların daxilən özləri ilə barışıq olmamaları bu cür davranışlara səbəb olur. Psixoloqun fikrincə, hazırda sosial şəbəkələrdə azyaşlı uşaqlar belə özlərinə müəyyən bir obraz seçərək həmin obraza uyğun davranışlar sərgiləyirlər. Ümumiyyətlə, sevgi və qayğı görən insanlar həm real həyatda, həm də sosial şəbəkələrdə daha çox sevgi paylaşır və müsbət münasibətlər göstərirlər. Lakin uşaqlıq travmaları ilə böyüyən uşaqlar çox zaman virtual aləmə daha çox yönəlir və olmadıqları kimi görünməyə çalışırlar. Onlar öz qorxularını və narahatlıqlarını gizlətmək istəyirlər. Virtual həyat yalançılıq demək deyildir. Psixoloq insanların davranışları onların xarakterlərindən daha çox yaşadıkları şəraitlə bağlı olur. Mənim üçün pis insan anlayışı yoxdur. İnsanların davranışları düşdükləri situasiyadan, böyüdükləri ailədən, dost çevrəsindən, yaşadıkları mühitdən və uşaqlıq dövründə qarşılaşdıkları travmalardan təsirlənir deyə Sevinç Həbibova qeyd eləyib.
Davam edirik, dəyərli izləyicilərimiz. Evsizlər üçün hərəkətə keçdilər. Boş ərazidə yüzlərlə insanın yaşayacağı evlər tikiləcək. Birləşmiş Ştatlarda artan mənzil böhranı və evsizlik probleminə qarşı layihəyə start verilib. Kaliforniya ştatının Los Angeles şəhərində yerləşən boş torpaq sahəsində 51 mikro evdən ibarət yaşayış məntəqəsinin yaradılması planlaşdırılır. Layihənin əsas məqsədi küçələrdə və çadırlarda yaşayan evsiz insanların daha təhlükəsiz şəraitə köçürülməsidir. Layihə çərçivəsində tikiləcək mikro evlər daimi mənzil hesab olunmuş. Şəhər rəhbərliyi bildirir ki, bu yaşayış sahələri küçə həyatı ilə daimi ev arasında keçid mərhələsi kimi nəzərdə tutulub. Kompleksdə yüzlərlə insanın yerləşdirilməsi planlaşdırılır və gənclər üçün ayrıca yerlər də ayrılacaq deyə şəhər rəhbərliyi qeyd edib. Davam edirik. Dövlət Yol Polisindən son zəng tədbiri ilə bağlı müraciət var. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn son zəng tədbirlərlə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa səsləyib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib. Bildirilir ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədi ilə müxtəlif nəqliyyat vasitələrinin icarəyə götürülməsinə cəhd eləyir. Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı baxımından olduqca təhlükəlidir. Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığı, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusilə diqqət yetirsinlər. Son zəng tədbirlərlə bağlı əyləncə məqsədi ilə məktəblərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər. Dəyərli izləyicilər, hər birinizdən xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Eyni zamanda kanalımıza abunə olmamısınızsa, abunə olmağı da yaddan çıxarmayın ki, daim yenilənən xəbərlərdən və eyni zamanda gündəmdə müzakirə etdiyimiz məsələlərdən siz də xəbərdar ola biləsiniz. Digər son dəqiqə xəbərlərdən daha nələr var sizin diqqətinizə çatdırım. Ermənilər İrəvanda məşhur mahnımızı oxuyub, oynayıblar. Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalq mahnısı Muleyli səsləndirilib. Bəziləri buna Buleyli də deyir və sosial şəbəkələrdə yayımlanıb görüntülər. Sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin mahnının sədaları altında rəqs etdiyi də əks olunub. Videonun qısa zamanda geniş müzakirələrə səbəb olduğu da bildirilir. Muleyli Azərbaycan musiqi irsinin məşhur nümunələrindən biridir və müxtəlif ifaçılar tərəfindən fərqli üslubda səsləndirilir. Ermənilərin oğurluqlarına demək olar ki, adət etmişik. Mətbəximizi oğurluyurlar, dadlı yeməklərimizi oğurluyurlar, ondan sonra musiqimizi oğurluyurlar, mədəniyyətimizi oğurluyurlar və hər birini də öz adlarına çıxarmaq üçün dünyaya bağırırlar. Elə Muleyli musiqisinə də elə oynayırlar və elə ifa edirlər ki, sanki onların, necə deyirlər, öz halal musiqiləridir. Amma ki, yəni bu şəkildə ermənilərin bizim Azərbaycan musiqilərinə oynamaları, xüsusən də toyda həm vağzalının ifa olunması, həm onun ardından Azərbaycanın ritmik rəqslərinin ifa olunmasını da zaman-zaman elə ermənilərin sosial şəbəkədə paylaşdığı videolardan görmüşük. Dağıstanda strateji kəmər partladıldı. Güclü yanğın oldu Dağıstanda. Magistral qaz kəmərində partlayış baş verib. Belə ki, azı 3 güclü partlayışın qeydə alındığı bildirilir. Ətraf ərazilərdən insanların təxliyəsi həyata keçirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir və araşdırmanın nəticəsi olaraq Dağıstanda magistral qaz kəmərində partlayışdan sonra baş verən yanğının söndürülməsi ilə bağlı da məlumatlar verilir və qeyd eləyək ki,
Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumatı yayıb. Digər son dəqiqə xəbərlərdən daha nələr var? İrana girib uran ehtiyatlarını çıxara bilərik, deyir Gallant. İsrail və Birləşmiş Ştatlar Silahlı Qüvvələri İrana girib zənginləşdirilmiş uran ehtiyatlarını çıxara bilərlər. Bunu İsrailin keçmiş müdafiə naziri Yoav Gallant deyib. Zənginləşdirilmiş uran hərbi əməliyyatla güc tətbiq eləyərək ələ keçirməli idik. Bu addım İranın nüvə proqramını kökündən sarsıdardı. Bildiklərimin təfərrüatlarına girmək istəmirəm, amma Birləşmiş Ştatlar və İsrail ordusunun buna imkanları vardı deyə sabiq nazir qeyd edib. Belə dəyərli izləyicilər, bu saata mənim sizə çatdıracaqlarım bundan ibarət idi. Görüşmək ümidi ilə kanalımıza abunə olmağı, yayımımızı bəyənməyi unutmayın. Salamat qalın. Xeyir eləsin. Allah səni